sakitləyir adamı. Sakitliyini kebabçı danışır. Mən tez sakit durmuram. Şaradığı da düzdür. Çünki 1761 Qaraçəməndə məğlub olur, çəkilir. Xoyxana xəyanət eləmişdir. Yerdə də ki, döyüş başı iki insan bizə məğlub olması. Bu da düzdür. Yəni 40 avqust döyüşündə məğlub olmuşdu. Sonra o birisi sonra baxın. Bilmem, Makut məncə. Ay mesaj var, WhatsApp var, 21-ci əsrdir. Yaz WhatsApp'da. Allah Allah. Mən nə deyim? Bir adam ki, adını dönər ailəm qoyub. Dərsi girib. Dönər ailəm adı qoyan adamı məndən gözləyim. Amma WhatsApp'da yaz. Uşaqlar, burada cavab, yəni bayat tayfası tərəfindən qoyulan Makut xanlığıdır. Yəni Makut cavab. Növbət sola baxın. Müəllim, bu Məsələn, sən Fətəli yoxsa Qubalı hansı dindir? hansı Fətəli xan Əfşar? Əfşar deyir də. Əfşar deyir, Əfşar deyir. Biabır eləmə məni. Qubalı Fətəli xan Əfşar nəslindən deyil. Şey deməmi, TikTok'da deyirəm yazma yorumda. Sesə bax. Mənim əfşarlardan olan 4 xanlığımız var yoxsa? Hə, Təbrizdir, İrəvandır, Urmiyadır, bir də şeydir. Zəncan. Bir də Zəncandır. Müəllim, onun Tuzi sözünü yadda saxlamaq olar. Peki 4 tane xanlıq da, yaddaşırsın 4 tane xanlıq yadda saxlama çatmır. Bax görək. Onun üçün sonra baxıram. Fətəli xan Əfşar hərbi gücünü artırmaq məqsədilə həyata keçirdiyi tədbirləri müəyyən edin. Uşaqlar, burada cavab biri birdir. Azad xanla ittifaq qurmuşdu. Sonra ikiyə baxıram. Şahbaz xan öz tərəfindən çəkmişdi, düz uzun müddət olmur. Sonra İrana yürüyüşünü güzel bir xeyir. Cavab şaratlığı var. 1, 2, 3, 4 saat. Sonra Qaraçəmən döyüşünə aid deyil. Uşaqlar, bura oxuya bilsinlər Uzan düzündə baş verməsi, Xoy xanın Fətəli xana xəyanət etməsi, döyüşün əvvəlində üstünlük Fətəli xanda olması, 18-ci əsrin 60-cı illərində baş verməsi, Fətəli xanın qələbə qazanması. Cümlələr Evet. belədir. Səsi aşmayın boş yerə. Bu sual deyəsən səs sualı idi. Yox, bu deyil səhv sual. Buraya Qaraçəmən döyüşünə aid deyil, bir adamın gözünə girir cavab. Deyil, olsa bizə. Sən dediyin başqa sualdır. Bilmirəm sən nərdəsən, o başqa sualdır. Uşaqlar, burada cavab Qaraçəmən döyüşü 1761-ci ildədir. 61-ci ildədir. Və bu döyüşün nəticəsində Fətəli xan məğlub olur. Kərəmxan Zəndə. Xoyxana da xəyanət edir. Uzan düzündə baş verir. Üstünlük əvvəlcə Fətəli xan tərəfində olmasa Xoyxana xəyanət edir keçir o tərəfə. Həbi də ki 60-cı illərdə 1761, 18-60-cı illərdə. Sonra dostlar baxaq 15-ci suala. Yaxşı Səməd, yaxşı. Gözləmə. Sən başına oynatsan. Bax kəsdim. Müəllim, bu Zoom'dan riski WhatsApp-a girəmirəm. Məndə keçir. Necə edeyim onu? Ya, nə bilim bəs. Yox, yaxşı. Dərsdə olaraq TikToka girə bilirsən. Şeyə girə bilmirsən, WhatsApp-a girə bilmirsən. Ha, tapın Devdə dedim. Nə qarşında? evdə deyildim, başqa yerdə idim. Şənlikdə idim. Ha, yaxşı, 2 dəqiqə çatdım. Hə, tamam, bax sonra.
15-ci sualda uşaqlar baxırıq. Deyir ki, Azərbaycanın 18-ci ikinci yarısı Qərbi Avropanın oxşar cəhət. Uşaqlar adamın cavab gözünə girir. Bu Azərbaycanın hətta əvvəlki dövründə də var. Dağınıqlığın olması. Cavab A variantıdır. Ferdə dağınıqlığının olması. Məndə də eyni şey olur. Mən biraz suallarda çox vaxt verə bilərsiniz. Girib çıxanda vaxt gedir. Yaxşı. 3 saat vaxtında. Bir soru 3 saat vaxt verirəm. Məndə də əvvəl elə idi. Sildim, yüklədim, düzəldi ondan sonra. İki reyfən eləyin daha. Oyda, İlyas biliyorsun düşdü kəşfiyyətə. Baxaq. Deyir ki, Bir dəqiqə mən, bir dəqiqə. Bax, Baxın mən. bax uşaqlar, buradan. Gəlin baxan suala. Urmiya, Təbriz, Ərdəbil deyir. Azərbaycanın cənubunda meydana gəlməsi. Azərbaycanın cənubunda meydana gəlməsi 3-ü də. 4-ə yazsız A. 4-ə A yazmamaq ki, ayıbdır. Sonra Xoy xanlığının yazın əvvəldə İrəvan hakimi olması deyil. İndicə dedim. Ümid. Xanlığın yazın, uşaqlar, bəli. Təbriz xanlığı. Bu variantı. 2-yə aiddir bu. 2-yə bu aiddirsə, bunu çağırırıq. Sonra Şəki xanlığının tabe edilməsi. O İrəvan, Şəki, Qarabağ. Üçün tabe edən kim idi? Urmiya. Biləcək. Sonra biləcək da D-yə baxıram. Deyir ki, Qubalı Fətəxan gücünə məruz qalması. Uşaqlar, Qubalı Fətəxan gücünə məruz qalıb Ərdəbil, Meşin şəhərlərinə hücum edən. Ərdəbil. D. Çədir. Çədə D-dırsa, biləcək, B. İndi Y-yə baxaq. Qarabağ asılı münasibətdən olması. Uşaqlar, Qarabağın asılı olanların birə Hamısı. düzgənliyi bu 4-ə olacaq. A variantıdır burada. Niyə? Çünki burada demir ki, Qarabağdan asılı olması və ya da Qarabağ. Bax, deyir ki, asılıq münasibət. Yəni, ola bilər ki, Qarabağ da ondan asılı olsun, ola bilər o Qarabağdan asılı olsun. Biz də bilirik, 1759-da Qarabağ Urmiyadan asılı olur. Amma şeydən sonra, Bayat savaşından sonra görüldü ki, Azərbaycan, məsələn, Təbriz, Ərdəbilə də Qarabağ hücum edir. Cavabı görüşənləri A variantı. 17-ci suala baxın. Zeynep cevabın 16 şu an cevabını silmişsin ha. Gel baba Zeynep. Aa, o kimdi? Toğ elə bir saxlayır evdə. Müəllim, suala çevirin. Əhlə çevirdim ne oldu?
Burada bax, baxan 17 sual izahına. 17 deyir ki, Qarabağla Xoyun oxşarı uşaqlar, Xoy və Qarabağ xanlığı Nadir xan zamanında yaradılması xeyir, Azəm Vahid birləşmələri xeyir, Fətəli xan Qubaliyə tabimiz Qarabağ tabi olmayıb, köçürmə siyasəti həyata keçirmələri. Köçürmə siyasəti həyata keçirmələri, amma Qaradağ xanlığını bölüşdür və Xoy və Qarabağ xanlığı birləşərək 82-ci ildə. Baxın 18-ci suala. Salam mən paylaşmadan qorxum var, amma ki səhv edəcəydim özüm pis edərdim. Hə, yəni narahat olma. Yəni səhv edəcəydim həmin anda tutardı. Bu deyəsən səhv sual müəllim. Sən sualınıza baxan sonra deyirəm səhv edim. Hər tərəf bu sualda səhvlik vardı. Bu sual səhvdir. Buna Səhv Fətəli Əfşar olmalıdır. olmalıdır. Əfşar. Şura bura Əfşar olmalıdır. Səhvdir sualın şərtində. Və cavab C variantı. Şuna Qaraçəmən döyüşü 1761-də xəyanət edib Xoy xanlığı. Sonra 19-cu suala baxın. Bəli, 19-da B variantı. 20-ci suala baxın. Müəllim, Qarabağ xanlığı haradır? Nə deyirsən? Qarabağ xanlığı haradır? Qarabağ xanlığı haradır? Bir bura. Müəllim, bəs birin yanındakı haradır? Bura var, bura. Qoy bir dənə oxuyum. 5-in arxasından biraz arxada. Bu deyil bura. Bura. Hə. Bura, hə, bura. Yəni, bura deyirsən, mən nə bilim bura deyirsən. Bax, göstərim də, bax, bura Təbrizdir. Bura Təbrizdir. Oranı bilirəm müəllim. Təbrizin üstünü deyirəm mən. Təbrizin yuxarısı. Bura Qaradağdır. Qaradağ. Bura Urmiyadır. Mən Bura deyəsən Xoy Mahmuddur. xanlığı soruşdum. Mən dediyim başa hesabı buradır. Bura Xoy Xoydur. xanlığı soruşdum. Bura Mahmudur. Bura Naxçıvandır. Bura İrəvandır. Mən Qaradağ xanlığı deyil, o Sədrək xanlığı deyildi. Nə xanlığı? Sədrək xanlığı. Yox, binə. Tıpkı Sədrək xanlığı var. Mənim bir Qarabağ də dostum Sədrək xanlığı deyir, o tərəfdə deyir. Sonra sən ağıldacaq gözləyirəm. Sonra burada cavab olur A variantı 1 Təbriz xanlığı. Elə bir ki, 10-dan 20-yə qədər 11 dənə sual edir daha. Onun sual daxil üçün. 11 sual işlədik. İndi keçək Şəki Quba Qarabağ xanlığından işləməyə. Ayda bura son niyə yazmışam mən bunların üzərində? Bunlar silin. Yox, müəllim, skrin elədim, cavablarımı bilirəm. Bilmir. Ha, boş salam sana bunu. Hə, səhv yazmışam. O suala yazılması bilmirdim. Yəni ağlıma gələn cavab yazmışam. Mən ona umud olmam. Ola bilər ki, mən uşaqlar yazıb bunu. Yəni, o da ola bilər. Ona görə özün yaz. 15-ci sualdan başlayayım buradan. Sağ olun müəllim.
Kaş əzəldən yanınıza yəni gələrdi. Nəysə, canın sağ olsun Aytıran. Neynək? Əsas indi hazırlaşırsan da. Hələ neçə ay var. İnşallah ki, öyrənərsən. Kaş mən də yanınıza yəni gələrdim müəllim. Yaxşı da gəlmişsən Faiz. Niyə Nə müəllim? oldu? Yaxşı, yaxşı, testə bax. Allah razı olsun, təşəkkür edirəm. Allah Başqa dilirəm ki, xətrimə dəydi, incidim. Allah. Yaxşı, testə bax. Qubalı Fətəli hadisələrin fərdinə aid ümumi cəhət. Şöyle bax, Qubalı Fətəli xandan hadisələrin fərdinə aid ümumi cəhət deyir. Görün kimlər yazıb cavabı. Cavaba deyirəm Faiz. Suallara bax. Başımı şişirtmə. 16-cı sual uşaqlar. Bax. İzahını da Nadir, vermişəm. Nadir Şaha qarşı üsyan. Uşaqlar, Nadir Şaha qarşı hadisələr bir qaldırıb üsyan. Qubalı Fətəli xan üsyanı yoxdur. Sonra gəldik nəyə? Şamax xanın bölüşdürməsində hadisələri deyildi. Birinci yaşda xanlığı idarə eləməsi. Bir dəqiqə baxaq. Köçürmə siyasəti həyata keçirməli, Azərbaycan torpağına hücum etmələri. Cavab bəli. Cənub torpağına hücum olunmasıdır. Bilirsiniz niyə? Ərdəbil meşqinə hücum edib Qubalı Fətəli xan, Təbrizə hücum edib Hacı Çələbi xan. 16-cı suala Mən, baxın. amma bunu oxşar cəhət kimi götürə bilərik də. Biri İrəvanı tutamır, biri də Təbrizi Ne şeylə. yazmıyor? Adı Tutanmıyor. O şartda yazmıyor, tutanmıyorlar. yox, biri var idi o İrəvanı tutamayan. Urmiyan Fətəli xanla Qubalı Fətəli xanı götürə bilərik. Xanlığı heç cəhətində tutanmır. Hə, düzdür. Tamam, yaxşı. Bax. 16-cı sual. Amma tutanmır nə deyir? Hey, uğursuz olub yürüyüşü. Tamam, onu deyə bilərsən. Düz yürüyüşü uğursuz olub. Şala Qubalı Fətəli xanın bayaqlar makində soruşmuşdu dərsdə, qrupda. Bax, burada bir dənə ərazi salyandı ki, salyanın Fətəli xan yox, dədəsi Hüseyin əl tutub. Yəni, öz yox, dədəsi. 17-ci suala baxın. Fariz, cavablar niyə atmırsan sən? Bu qədər söhbət edirsən, izah verirsən, amma cavablar Aynen atmırsan. Allah qatıran bir baxın, izahına qədər verirəm Quranında olsun. 11-ci sual atmısan, sonra bir dəfə B atmısan, bir də 17 C atmısan. No, elə şey olur. Arda Yox, şəkildə niyə atmırsın? sualları elə getdiniz də 12-yə falan baxmaz axı valla. Yəni 3 dənə sual atmısan sən, nə bilim, belə olmaz. 3 sən atmamışam müəllim. Çox atmışam. Qoy bir dənə Tamam, bax. sual deyil. 17-ci sual uşaqlar baxaq. Deyir ki, Qubalı Fətəli xanın, Ümumiyyət Fətəli xanına aid oxşar cəhət. Oxşar cəhət deyir uşaqlar burada. Cavab, gəlin baxın. Azərbaycan Cənub bir ərazilər tutmaları. Uşaqlar, əslində Qubalı Fətəli xan, belə deyim də sizə, tutur. Tutur, amma ki, deyirlər ki, geri qayıt. Yəni, fakt olaraq o ərazilər tutmuşdu. Ərdəbil meşqini tutmuşdu. 784-cü ildə. Amma geri qayıdır. Çünki məcbur eləyirlər. Yəni deyirlər ki, narazılıq olur, hər bir tərəfdən geri qayıdır. Ürmiyər Federasiyonu tutur. A əslində düzdür. A oxşar cəhət olur. Gəlin baxaq sonra B-yə. B-də Çar seçim metni çıxartdıq buradan. Diplomatik əlaqə söhbətin Qarabağ xanlığı üzərinə uğursuz yürüşün olması. Bu Qubalı Fətəli xanda var. Yəni orada sizdən razıyam ki, Qubalı Fətəli xanda var. İndi gəldik Urmiyalı Fətəli xanda 1759-da Qarabağa hücum eləmişdi. Oranı tutmuşdu. Yəni Qarabağ hücum edir, tutur. Yəni uğurlu yürüş olur. Yəni uğursuz yürüşü yox, bunu uğurlu yürüş götürürük. Buna ne deyirəm bu? Uğursuz yürüş etdi. Cavab olur burada A variantı. Qubalı Fətəli xan Rusiyaya diplomatik münasibət saxlayıbdı amma. Oxşar cəhət deyir. Yox, oxşar demirəm, Qubalı Fətəli xan. Hə, çünki Yekaterina 1760-1796 hakimiyyət olan Yekaterinaya məktub göndərici gəməli kömək ilə bu Dağıstan hakimlərinə qarşı.
17 sualı çox adam səhv yazıb ha. Turanbaş Müəllim səhv yazmışsan. 17-də nə oldu? Cavab A oldu. Niyə Ağalar. oldu? Mən B niyə olmaz ki orada? Ay, ağıl küpü. Qarğı dalbaş. Deyirəm ki, Çar Rusiyası Urmiya xanlığına diplomatik əlaqəsi olmuyor. Aydındır. Mən olmuş da burada aid oxşar cəhətdir. Hə. Müsəlman. Deyirəm ki, Azərbaycan cənubda bir sənəzə keçmələr Ərdəbil meşqini tutub Urmiyanı, Qubanı fəthədir. Urmiyadakı zaten o qədər ərazi tutub. Sonra Çar Rusiyası diplomatik əlaqələr Urmiyanı fəthəli saxlamayıb. Qarabağ xanı üzərinə uğursuz yürüşü, Qarabağ üzərinə uğursuz yürüş bir dənə siyah aiddir. Qubalı fəthəliyə aiddir. Bu birisinin yürüyüşü zaten uğurlu olub. Aydındır. Aydındır mənim. Şuna düz yazanlar var ya, onlara çox adam düz yazıb, amma yəni səhv yazanlar da vardır. Görüm hətta bayaqdan aşağı çatırıyorum, ikinci dərsdən çıxmıyor, yox. Hələ ki 40 plus adam dərsdə. Biraz məsuliyyətləri var. 4 dənə sual demişəm sizə, 14 dənə, 11-i səhvdir. Bayaq Pənahəli ilə oxşarıq, Qubalı Fətəlxanza. Hmm. O azərçidə var. Sizə bir qəşəng çətin situasiya tapın. Buradan biri. Mən də bir dənə çətin oxşarıq tapmışam. Yaxşı. Ay, mənlə bir yerə danışma. Ay, niyə mənlə bir şey danışırsan? Ay, İdealım siz müəllim ona görə. yaxşı. Həm tutuyorsan 2-ci Dünya müharibəsinin sonraki dövr göstəriz olar. Yox. Bunların bu qrupa keçməmişəm axı. Məncə Lakin- səfəvələrə aid götürün, imtahanı da hər il Qardaş, düşür. özüm bilirəm, qardaş. Özüm bilirəm, siz niyə üzrə verəcəm? Baxaq. Uşaqlar, burada cavab olacaq 18-ci sualda. Yenə fərqli cavablar, yenə fərqli situasiyalar. Pənahəli xan xüsusiyyətli cəhətdə Pənahəli xana qarşı. Uşaqlar, Məliklərin siyasətçi siyasətinə qarşı mübarizəni həm İbrahim Xəlil aparıb, həm Pənahəli. Dədəbala ikisi aparıb. Yenə deyirəm, Məlikliklərə qarşı mübarizəni həm İbrahim Xəlil aparıb, həm Pənahəli. Bir zaten düzdür. Biri düzdürsə, B-ni çağırırsınız, D-ni çağırırsınız. Sonra baxırıq. Qaradağ xanı bölüşməsi iştirak eləməsi. Uşaqlar, Qaradağ xanlığı 1782-də bölüşdürülüb. Bunda o ki Pənahəli ölmüşdü, Sümeyyə çürümüşdü. Bunu bölüşdürüb İbrahim Xəlil. İbrahim. A-nı çağırırsınız. 1-4-5, 1-3-5. Gəlin 3-ə baxaq. Naxçıvan İrəvanın tabe eləməsi. Uşaqlar, İbrahim Xəlil xanın dövründə bilirdik ki, Naxçıvan, Qaradağ, Gəncə xanlığı Aslana düşüb, Təbriz xanlığı Aslana düşüb. Bunlar Aslana salması qeyd edilir. Sonra 4-ə baxaq. Bütün uşaqlar, bütün Şimal xanlığı Aslana salmayıb. 4 cavabı cavab olur C variantı. Yəni cavab C götürücülər. Müəllim, Ərazi 2 niyə götürmədik ki? 2-də Pənahəli xan ölmüşdü. İbrahim Xəlil xan idi hakimiyyətdə. Aydındır. Hə. Bu da ki Bayat Savaşı'ndan sonra Naxçıvan İrəvandakı Gəncədir, İrəvandır, Naxçıvandır, biləcək idi. Ərdəbil. Təbii. Uşaqlar, Cinə sözünə yadınızda saxlayın. Gəncə, İrəvan, Naxçıvan, Ərdəbil. Bu üçünü, dördünü şeydən sonra tutub. Bayat Savaşı'ndan sonra tutub. İrəm Xəlil isə uşaqlar, bax bunu deyirəm, yadınızdan çıxarmayın. İrəvanı tutmayın. Naxçıvan, Təbriz, Qaradağ, Gəncə, Naxçıvana salıb. Aydındır. İbrahim Xəlilin 3-cü Məncərin oxşar cəhəti nə olar? Gürcü Çarlığı ilə qohumluq. Bəli, müəllim.
Sonra Siyah uşağı burada sadəcə uzun sözün daha da uzunu cavab çıxırdı. 19'a baxın. Dedim ama mən orada situasiyadan verməyəcəm. Özüm verəcəm situasiyanı. Qurbanlı Fətəli xanım Azərbaycan Cənubi Toxumanı hücum etməkdə məqsədi. Yazın görək. Valla 19-cu sualda iki dənə səbəb var. Bir, bütün Azərbaycanı birləşdirmək, bir də Səfəviyi bərpa etmək. Baxın, Qubalı Fətəli xan Azərbaycan Cənubi torpaqlarına hücum etmək məqsədi. Bir, Azərbaycanın vahid torpaqda vahid halda birləşdirmək, bir də ki, Səfəviyi bərpa etmək. 3-4. Cavab 19-da D olacaq. 20-ci suala baxın. 19 daha doğrusu C yazıb deyilir. C olacaq. 20-ci suala baxın. Müəllim, bu Qubal Fətəlxan Urmiyalıya niyə o vaxt kömək eləmədi? Nə bilim. Eləməyib də paxıldı. Mənim kömək eləsin dostlaşsınlar. Hə. Birinci gecdə ay Səməd. O qatar getdi. Nə Bundan təəssüf. Necə? Bundan deyirəm müəllim, doğru düzgün keç. Ha, deyən olan olub keçən gecə ay Səməd. O qatar getdi. Ha, nə qatar bizə nə tərcih edir? Nə tərsiz günü-günə satırsınız, dərs oxumursunuz. Bir də ayılıb görəcəksiniz ki, imtahana bir həftə qalıb. Sonra baxacaqsınız ki, o birinci 40 günlük qatar gəldi keçdi. 50 günlük qatar gəldi keçdi. Bir aylıq qatar gəldi keçdi. O Mən qatar elə 30 gəlib. gün qaldı müəllimlər. 50 gün. Nə tərif? 30 gün qaldı imtahana. Hə, yəni deyirəm ki, belə qaydada gedir. Şimal xanlığı deyib uşaqlar burada Sərab xanlığıdır. Hə, qıtırdır. Yəni bildiyin nətəri başa sala bildiyim, sənə izah edə bildiyim nətər ki, 30 gün olsun. İmtahan günü deyəcəksən, çaşıb bir ay qalmış başlayalım ciddi oxumağa. Həmin qatar gəldi, keçdi, getdi, yanından keçib gedəcək. Bax, o cür gedəcək qatar. Başa düşdün? Tam məncə izahı başa düşün qatar nətər çıxacaq. Bilməm. Yəni oxumayanlara demədim yəni. Yo, ümumiyyətlə deyirəm. Mən oxumayanlara deyirəm ki, kül başı uzaq. Sən demirəm, o Yəni oxumayanlara elə demək o lazım. bir şey. Sən daxil oxumayan varsa deyirəm. Uşaqlar oradan sən sual işlədik. 11 birindən işlədik. 15-dən 20-dən 6 dənə. 18 dənə. İndi 9 dənə sual buradan işləyən. Sonra situasiya keçirik. 12-ci sualdan başlayırıq. Ay sual. Ab şaka deyirəm. Düzdür. Turan görsən bilir. Ümumi deyirəm ki, oxumayansa kül başı uzaq. Cavad uşaq gəlib yazırsa durub mahkum baxır. Deyir müəllim, mən oxuyuram vəzifəmi yerinə yetirəm. Mənə dəxsi. Yəni mən görəcəm də, imtahana çıxanda, sınaqdan çıxanda görəcəm. Oxuyan da görəcəm, oxumayan da görəcəm. Yəni ondan sonra, yəni yalandan çıxıb kimsə desə çətin idi. Bundan əvvəlki qəbulları işləyirdim, 26 dənə yazırdım. İndi getdim 12 dənə yazdım. Deyirəm təpəm yəni onu yazan bunu da yazan. Yəni bahanələr yeri dönür. İşləyən, test eləyən qəbulları yazır. Çalışan cəbir eləyir. Sizin başınız çatmır. Siz valideyninizin bu 2 ildir çəkdiyi əziyyəti görmürsünüzsə, 2 ildir tökdüyü pulları belə pis çıxmasın. Yəni maddi cəhətdən o qədər çəkdiyi əziyyəti, mənəvi, fiziki cəhətdən çəkdiyi əziyyəti görmürsünüzsə, yəni onda mən sizin söz deməyim, mən hansı bir fikir bildirməm, ayıbdır. Yəni mən özümə gəliş iş deməyim sizə söz. Çünki siz uşaq dörsün, 17 yaşınız var. Sizin əgər onu dərk edə bilmirsinizsə, onda heç nə bala. Sizə xeyir yox. Allah haqqı, yəni onda heç nə sizə təsir yox. Müəllim, 11-ə baxırıq yoxsa 12-yə? İkisini bir arada tutubsuz. 12. 12 demişəm. Amma danlamıram, mən danlamıram. Valla mən deyirəm ki, siz bunu özünüz dərk eləməlisiniz. Yəni siz özünüz fikirləşməlisiniz. Fikirləşənlər var ya, şükür Allaha. Bax, məsələn, çalışanlar var. Gündüz mənə test atanlar var. Elələr var ki, baxıram ki, nə vaxt görürüm, test yazırlar. Test işləyir, test atırlar. Onlar da var. Yəni mən oxumayanlara sözünü deyirəm.
Sonra burada 12-ci sualda deyir ki, Şahbeyli xan Ziyadoğlu, Məmmədcan xan Qacar, Hüseyn xan Qacar. Bunlar üçün Qacarlar nəslindən olublar. Yeni dövlət əsasını qoymaları, Məmmədcan xan Qacar yeni dövlət əsasını qoymayıb. Sonra Osmanlı diplomatikaları saxlamaları. Azərbaycan İdare dövrdə Azərbaycan cənubunda mövcud olması. Şahbeyli xan Ziyadoğlu Gəncə idarəliyi Cənub ərazisi deyil. Qanunnamə Şahbeyli xanda yoxdur. Slavyanlarda Şahbeyli xanda Ruslar hücumuna Şahbeyli xan məruz qalmayıb. Gürcülər məruz qalıb. Gürcülər məruz qalıb. Cavab olur bu variantı. Osmanlı diplomatik əlaqələrin saxlanması. 12-də budur. 13-cü suala Şahbeyli baxın. 52-də göndərilmiş. Sağ ol. Məhəmməd xan Qacar nə vaxtı bəs? Mənim o da 1784-dür. Qubalı Fətəli xanın Ərdəbil tutduğu il. Oxşar. Mənim çörək yel haradır ki? 1752-də əlaqə saxlamışdır. Şöyür Qərbi Azərbaycandadır. Xronoloji ardıcıllığı müəyyən edin. Dəqiq. İraklinin şöyle işğal etməsi, Gəncədə Çar hakimiyyətinin yaranması, İrəvanda saray çevrilişinin baş verməsi, Heydərqulu xanın Naxçıvanda hakimiyyətinin başa çatması. Uşaqlar, gəlin indi ardıcıl şəkildə bir-bir yazalım. Bax, birinci bizə deyir ki, bu illəri yazım üzərinə, bundan sonra düzələndə, yəni bir-bir hamısını illərini yazır, çünki belə birbaşa olmayacaq. Başlayaq. İraklinin şöyle işğal etməsi 1779. 79. Gəncədə Çar hakimiyyətinin yaranması 1700 nə vaxtı hücum olunur? 1780. 1780. 83-də başa çatır. İrəvana saray çevrilişi 1755. Uşaqlar, Heydərqulu xan da 1763-cü ildə. 60. Gəlin indi baxaq. Olacaq 3, olacaq 4, 1, 2. 3, 4, 1, 2 cavab bu variantıdır. Şöyle bura yox, hələ variant sualdır. ABC-dir. Çələbi ilə Cavad xanın oxşarlığı. Qrupa atılmışdı axı. Ben qrupda başında qrup atılmışdı. Hı, hı. Mənim. Bu 13-cü Evet. sualda 4-cü var. 10 ili 1787 deyil ki, nətər 60 olur? Heydərqulu xan Naxçıvanda hakimiyyətinin başa çatması. Heydərqulu xan 1747-1763-dür. Sonra gəlir Kərbəla xan. Yox. 1780-82-ci hakim. 80 Heydərqulu xan 63-ə qədərdir. Orada bir də Çin hakimiyyətinin məlumat verir. Kərbəla xandakı 1787-1820-ci illərdə. Başqa Naxçıvan xanlarının heç bir hakimiyyət dövrü haqqında son çaplara məlumat qalmayıb. Elə, bildim, tamam. Yəni sən buna işləyəndə yəni cavablar da var, narahat olma. Yəni belə nətər tarixdən bazın sənin. Şu an bu nəsə dedik. Keçindi bu suala. Sonra burada cavab C variantıdır. Borçalı Qazax Şəmkədinin azad etmə siyasəti yürütmələri düzdür. Osmanlı diplomatik əlaqələr C-də yoxdur. Cavad xan deyil o. Şahbeyli xan Ziyadoğlu əlaqə saxlayan. Sonra Hacı saxlamışdı bəs. Bəli. İlk xanlardan idi. Düzdür. Sonra onun 15-ci nəslindən sual. kimsə kömək istəmişdi deyəsən Osmanlıdan. Yəni Osmanlı ilə kömək yok. Sonra 15-ci suala baxın.
Yəni aktivləri görürəm, bir sual atanları bax. 15-in sualın cavabı yazanları məsələn. 15-in sual cavabı məsələn kim yazdı? Ən birinci Müəllim, mən yazdı. 11-ə baxıram, ona baxıram, salari ilə şeyin oxşarlar, Naxçıvan bağışlayın. Bax ay Turan, Allah haqqı mən sizə öyrətsəm canlı ki, Zoom-da qoşa bilməyənlər oradan qoşulsunlar. Bax uşaqlar, 15-in sualı kimlər atdı? Yenə halal xoşlar olsun, kim baxır baxsın. Gözləyin müəllim, gözləyin, xahiş edirəm. Halal xoşlar. Bir dəqiqə vaxt verirəm. Bax başdan deyim də kimlər 15-in sualı atıblar cavabını. Buradan ən birinci atdı sualın cavabını deyəcəm Şahnaz. Yox, bir dəqiqə ondan qabaq tutuyorum. Tam var. Ha, Şahnaz attı, Aysu attı, Aysun attı, Durna, Hicran, Xumar, Zeynəb Kərimova, Mehdiyeva Mətanət, Qasımova Zeynəb, Elnur, Gülnur, Əli, Tağzadə, İskəndərova Duyğu, Namazova Təlminə, Mikayılov İsmət, Məsim, Şəbnəm, Fatimə, Sultanova Aysu, Rəvanə, Aylin, Səbinə, Zəhra, Aygün, bu bir Aygün, Asiya Quliyeva, Əbülfəzova Zeynəb, Turan, Ruslan, Səməd, Cansu, Ləman, Fariz atıblar sonra. Belə. Bax uşaqlar, burada nə deyir? Deyir ki, Osman, uşaqlar bu nətər deyim, su içimlik bir sualdır. Su içimlik bir sual. 1752-də kim göndermiş uşaqlar Yelçini? Açıq bir Gəncə. cavabdır. Şahverdi Gəncədə xan 5. Ziyad. Şahverdi xan Ziyad oğlu. Əla. 16-cı suala baxın. Müəllim, amma Şək xanı da göndərir, deyəsən elçilərin oxşar cəhkim götürə bilərik. Orada 1752-ci yazmışdı axı. Bilirəm, yəni mən dedim oxşar cəhkim Ha, deməli. Şək xanı göndər, düz deyirsən. Ondan altıya nə qədər fərqli cavab yazıldı, Allah amansan. Aşağıya sual görməsin. 16-ya çox fərqli cavablar yazılıb. Mənim cavabı demir, məndə səhv getdi variant yazıram. Yox, cavab elə demirəm olmana. Dostum, bura baxıram, bu uşaqlar niyə belə yazıblar cavabı? Müəllim, burada AI kampaniya var ya, onun qoşun da. O nə deməkdir? Bilmirəm, mən burada yazılıb. Bilmirsən Çəkin belə atın. atmaya baxım görmədi yenə nəsə tapdı satdı ortaya. Hə, at görək. At görək gəlsin. Bir nə çıxartsan yenə ortaya. Oldu, oldu. Bu məndə gəlib o yazı, yoxsa Mahamı da. Şu anda sən var ekranda yazı. Vermə. Yox, Hə, onda sən telefona gəlib, məndə gəlməyib. Yox, mənim atdığıma baxın, ora basırsınız, oradan gəlir. Niyə basmır? Süni intellekt müəllim, nə bilim, maraqlıdır. Heç lazım deyil. Bu normal iş görürük. Nəsə baxaq. Naxçıvanın siyasi tarixinin birinci dövrünə aid deyil. Uşaqlar, birinci dövr 1747-dən Müəllim, cavabı dəyişdim, cavabı dəyişdim. Uşaqlar, birinci dövr 1747-dən 1797-yə qədərdir. 97-yə gəlin baxaq. Birinci bizə nə deyir? Deyir ki, İbrahim xan Kərim Hazretlə ittifaqın yaradılması. Uşaqlar, Kərim Hazretlə ittifaq var. Şiraz qonaqlığında. İbrahim Xəlil xanın asılığı qəbul etməsi. Sonra İbrahim Xəlil xan 1763-1806-cı illərin hakimiyyətdə olmuşdu. Onun dövründə Naxçıvan xanlıqları asılı hala düşmüşdülər.
Yəni o düzgün deyil, uşaq o dövrdə astarlar düşürür. Sonra Qızılqaya xəyanəti iştirak etməsi. Sonra Qızılqaya xəyanəti kimə qarşı idi? Şəkiyə qarşı idi. Orada da iştirak edənlər hansı xanlıqlar idi Qızılqayada? Biz demişdik ki, İrəvan, Naxçıvan, Qarabağ, Qarabağ, Qaradağ, Qarabağ, Gəncə. Gəncə. Sonra orada iştirak edən bunlar yəni İrəvan, Naxçıvan, Qarabağ, Qaradağ, Gəncə. Bu da getdi. İraqın yürüşə məruz qalması. Uşaqlar, İraqın yürüşə məruz qalması bu İraqlı Gürcü çarları Naxçıvana hücum eləmişdilər. Rahat-rahat ölkəni hazırlamışlar. 750-ci illər. Hücum olunmuşdu. Əldə Pənahəddin aslanına düşüb. Yəni, hücum olmuşlar. İraqlı yəni Naxçıvanı işğal etməyə çalışmışdı, amma şey qoymamışdı. Osmanlı qoymamışdı. Kərbəla xan tədbirləri olunması, sonra Kərbəla xanla hakimiyyət dövrü olur. 1780 Şahcaq burada dığdı. Bilirsiniz niyə? Çünki cavab dığdı burada. Məsələ niyədir? Orada deyir ki, Osmanlı bu yürüş etmək istəyir, Osmanlı narazı olur, etmir. Aydın oldu uşaqlar. Yürüş etmək istəyir. Osmanlı narazı olur, görə edilmir. Belə. Keçək növbəti 17-ci sualımıza. Müəllim, bu sual üzündən iki dənə səhvim oldu. Görüm 16 sualı kimlər dığ yazmışdı. Yəni silməyin. 16-ya dığ yazanlar. Mən Y yazmışdım, dürüstə. Aydı görürəm, görmə qabiliyyətim var. Gözlə baxıb deyəcəm. Ben bir şey soruşuyorum. 16'da niye cevap B olmur ki? İbrahim Xəlixanın asığı qəbul edib ta sən deyir ki, Ben orada Pənahər xan değildi. qardaş Pənahədən də qəbul edib, İbrahim Xəlildən də qəbul edib. Ha, oldu. İkisi də var. Gəlib dığ yazanlar. Hicran, Salayeva Fatimə, Dadaşov Ruslan, Namazova Tərminə, Zəhra Sərkarova, Cansu, sonra Mehdiyeva Mətanət, Mehdiyeva Aygün. Böyle bunlar dığ yazıb 16-ya. Durna da dığ yazıb. Prosta o pisa 17 son attılar. Yuxarıdan görənmədim. Hemen bir yuxarıdan baxam məsələsinə bir səhviyə girdim. Hər cümlə gördüm səndə 16-dır. Belə 17 suala cavab deyirik. Yazmışsınız, tamam. İzahına baxın. Uşaqlar bizə deyir ki, yaxşı 10 saniyə vaxt verirəm, yazın. Əleykum salam. Şamaxı xanlığının hakimiyyəti dövrünün səciyyəvi deyil. Şamaxıda hakimiyyəti dövrünün səciyyəvi deyil. Canla baxın. Şamaxıda hakimiyyəti dövrü biz bilirik ki, Şamaxı yarananda hakimiyyəti yaranmışdır. Yeni Şamaxıda bir hakimiyyət qurulmuşdu. Köhnə Şamaxıda bir. Uşaqlar, Hacı Məhəmmədəli Yeni Şamaxıda idi. Məmməd Səhidin ağası Köhnə Şamaxıda idi. Nəsə bunların bu qırğın qəmatı 60-a qədər gedəcək. 60-a qədər olan dövrdür. Üsyan nəticəsində Hacı Məhəmmədəlinin Zeynə son qoyulması. Uşaqlar, burada üsyan olmur. Burada Məhəmməd Səhid Yeni Şamaxıya hücum eləyir. Bundan son qoyur. Cavab A-da səciyyəvi olmayan. Cavab A-dır. Yeni Şamaxıda Hacı Məhəmmədəli xan hakimiyyətə gəlmiş olan Yeni Şamaxıda düzdür. Hacı Məhəmmədəli idi hakimiyyətdə. Mərkəzi Köhnə Şamaxı olması düzdür. Əhali Adilib bu da düzdür. Əfyanı soruyan bu da düzdür. Cavab A variantı. Müəllim, dediyinizi bir də təkrar edə bilərsiniz? Tamam. Deyirəm ki, bax A variantı. Hacı Məhəmmədəlinin hakimiyyətinə son qoyulması. Hacı Məhəmmədin hakimiyyətinə üsyan nəticəsində yox. Məmməd Səhid var, o hücum eləyir Yeni Şamaxıya. O tutur bunu. A düz deyil də, yəni orada üsyan söhbəti olunur.
Üsyan nəticəsində hakimiyyətinə son qoyulan Gəncə xanlığındadır. Yeni Şamaxıda Hacı Məhəmməd Əli xan hakimiyyəti olması düzdür. Xanlığın mərkəzində Yeni və Köhnə Şamaxı olması düzdür. Yəni Yeni Şamaxıda Hacı Məhəmməd Əlidir, Köhnə Şamaxıda Məmməd Səid ağası qardaşlarıdır. 47-63 əhatə edib düzdür. 47-63 bu Şamaxıda olub iki hakimiyyətlik. 80-83 Gəncədə olub. Əfşar dövlətinin parçalanmasından sonra yaranması zaten xanlıqlar ondan sonra yaranıb çoxsu. Yəni bir şəkildir ki, ondan əvvəl yaranmışdı. Lənkəran xanlığı daxili müstəqillik olub Əfşarlar dövründə. Bir də ki, yarım müstəqil xanlıq isə Şirvan olub ki, o da Səfər dövründən olub. Daha sonra baş vermişdi. Müəllim, Qaraxanın adı yox idi axı, o Dərbənd xan olar yəqin. Valla bilmirəm, indi axırı deyəcəm. Bu hamıca batsın, yerdən daxil edim. Yazanların bir nəticə izahım versin. Gəldi. A, B, C, D, Y. Kim izahım versin? İzahın Səbinə izahım verə bilərsən Səmədova Səbinə. Bəli. De. Yeni Şamaxı xanlığının Qobo və Şəki xanlıqlarının arasında bölüşdürülməsi 1767-ci ildə. Qaraxanın Quba xanlığından asılılığı qəbul etməsi. Bu tam şəkildə yadıma düşmədi, ona görə bunu saxladım. Qaraxan Cəmaləddin Mirzədir da, Lənkəran xanı. Hə, onda 85, 1785. Düzdür, 85-də Lənkəran sonra Şəki. Bəli. Gəncə xanlığının Osmanlı sarayına elçi heyəti göndərməsi 1752. Gəncə xanlığının Osmanlı el göndərməsi 752. Naxçıvanda Kərbəli xan hakimiyyəti gəlməsi 1787. 1787-dən 1820-yə qədər idi. 33 il Bəli. hakimiyyət oldu. Gürcü çarının Rusiyanın himayəsinə keçməsi 1783. Düzdür. Cavab olur D variantı. Sonra uşaqlar baxın 19-cu suala. Gürcü çarının Rusiya himayəsinə keçməsi 1801 olmurdu. Zaten işğal edim 1783'te. İşğal etmişdi daha. Hə, tamam. Onu da götürək. Bir də şey deyirsən sən, bu müqavilə bağlanması. Aha, bəli. Yox, Manifest var idi. yox 1783'te olsa tutub da oranı yəni. Onsa 2-ci bu Rusiyanın tərkibində işğal edib oranı. Himayəsinə keçmək deyəndə bəs nə bilim, elə yadıma gəldi. Gürcü çarlığının 1801'də daxili müstəqillik ləğv olunur. Himayəsinə keçmirəm onu. Yəni məsələn işğal olunur. Yəni 1801'də ləğv olunur sadəcə. Deyir ki, Şərqi Gürcüstanın yəni Karaqaçanın daxili müstəqillik ləğv olunur. Yerində Knorrigan başçılığında Gürcü Komünisi yaranır. Hə, bildim. Uşaqlar 19'a baxın. Yaşadı 2026-cı ildə. İbrahim xanım, uşaqlar yazın görək bu nə deyir. Mən 20-ni də bir tap yazacağam hamısını bir yerdə.
Hamısını bir dedik 19-20 dənə sualda. Elə hamısını bir deyirsən. Müəllim, müraciət falan diplomatik əlaqə sayılar da yəqin ki. Sayılır. Nəysə uşaqlar başlayaq. Cavabları atdınızsa izahına. İzahını kim versin yazanlardan birinə deyim. 19 son izahını yazanlardan. Kərimova ver izahını. Bəli, mən. A variantında İbrahim Xəlilxanın asılı olması, bəli, 1780-ci ildə 2-ci Irak ilə bir yerdə gəlib işğal edirlər. B variantı səhvdir, çünki mənim azad etmir, sadəcə o siyasəti yürüdür Cavad xan. 1786-da gəlib. Osmanlı dövləti diplomatik əlaqə saxlayıb 1752-də göndərib Şahverdi Qacar tayfası tərəfindən asılı qoyulmuşdu. Zaten Ziyadoğullar Qacar tayfasından idi. 2-ci Irak ilə ittifaq yaratması, bəli, bu da var. Evet, çünkü ittifak içinde olmuşlar. Gəncə, Naxçıvan, İrəvan, Qarabağ, Qaradağ, J'də. Fakt olmuşlar. J variantı. Sonra 20. soruya baxın. Mənim 19 B niyə olmaz ki? Necə? Beyni işarəsi 19-da. B niyə olmaz ki? Mən Yo, bilirəm. bir dakika B dedik daha uşaqlar. Yox, J'ni düz dedik. Mən Y'ni də çıxartıb B cavabı qaldı. PDP-yə yazırdım müəllim. Niyə qaldı? Oyun. Cavab B'də bəli. Yox, yox, şey izahını verdi. Zeynep tam şəkildə izahını verdi 19'un B olmasını. Prosto yəni bu en üstünə xətt çəkmişdir. Zeynep tam şəkildə izah elədi 19'u. 20'yə baxırıq. Elimin son izahını verəcək özüm. Baxın. Burada uşaqlar. Ərazisində dini məcbur 3 kilsə monası, yəni 3 kilsə adamın gözünə girir, bu İrəvandadır. B bura aiddir. Siyasi tarixi ikiyə bölünür. 1747-1797 birinci dövr, 97-dən sonra ikinci dövr, Naxçıvan xanlığıdır. Üsyan nəticəsində hakimiyyətə son qoyulur. Uşaqlar, bax yenə deyirəm, ikinci xanlığımızda hakimiyyətli olacaq. Lənkəran, Şamaxı ilə Gəncədə. Şamaxıda hücuma olunur, son qoyulur. Hacı Məhəmmədov. Amma Gəncədə üsyan nəticəsində əhali üsyan qaldırıb 783-də son qoyurlar. Burada olur Gəncə C variantı. Bura Naxçıvandır. Hakimiyyət son qoyulan C Gəncə. Uşaqlar, Qafqaz Yaxın Şərq ölkələri ilə əlaqədar bu Lənkəran xanlığıdır. Cavab olur Y variantı Mak. İndi keçək situasiyaya. Ölüm situasiyanı nə yazacaqsınız? Açaq situasiya. Müəllim, situasiyanı kitabdan vermirsiniz? Nə deyirsən? Situasiyanı kitabdan verəcəksiniz, yoxsa Bilmirəm. Nə olub ki? bilmirəm mən. Elə belə soruşdum. Tamam. Şöyle situasiya Müəllim, belədir ki, 27 sualdan 3 səhvim var. situasiyanı deyim, sonra baxarıq. Şöyle situasiya belədir ki, xanlar öz aralarında danışıqlar apardılar. Mətin belədir. Xanlar öz aralarında danışıqlar apardılar. Xanlar öz aralarında danışıqlar apardılar. Apardılar. Hər biri məqbul bildiyini hakimiyyətə gətirmək istədi. Gətirmək istədi. O da
öz adamını, öz adamını, o da öz adamını digər xanlıqda gətirdiyi kimi, digər xanlıqda gətirdiyi kimi, burada da hakimiyyətə gətirmək istəyirdi. Burada da cavab şifahi deməyin ha. Hakimiyyətə gətirmək istəyirdi. Gətirmək istəyirdi. Sual belədir. Xanlar öz aralarında danışıqlar apardılar. Hər biri məqbul bildiyini hakimiyyətə gətirmək istədi. O da öz adamını digər xanlıqda gətirdiyi kimi, burada da hakimiyyətə gətirmək istəyirdi. Bax, onun adını xaç çəkirəm. Birinci, o kimdir? İkinci sual, o öz adamını hansı xanlıqda hakimiyyətə gətirmişdir? Hansı xanlıqda hakimiyyətə gətirmişdir? Üçüncü sual isə ona qarşı daxildə kimlər mübarizə aparırdı? Kimlər mübarizə aparırdı? Yazın. Müəllim, bu sual 2-də. Deyirəm, o öz adamını hansı xanlıqda hakimiyyətə gətirib. İndi bu gətirdiyi hakimiyyət yoxsa əvvəl gətirdiyi xanlıq? Hansını soruşursunuz? Gətirmişdi ayrı şeydir, gətirmək istəyirdi ayrı şeydir. Mən deyirəm gətirmişdi. Yəni o deyir digər xanlıqda gətirmişdi. Bildim. Bax bunu soruşur. Çox sağ Azərbaycan dilində yox. Anatomiyadır. İnsan quruluşunu öyrənmiş. Hal-hazırda deyil. Ağciyarardıyıq. Mənim 3-cü sual nə idi? O öz adamını hansı xanlıqda hakimiyyətə gətirmişdi? 3-3. Üçüncü sual, ona qarşı daxildə kimlər mübarizə aparırdı? Burası mənim xəttim belə gözəl olduğuna görə. Mənim burada digər xanlıqda gətirdiyi kimidən sonrakı söz nədir? Ay Allah. Əvvəl deyirəm ki, o da öz adamını digər xanlıqda o da öz adamını digər xanlıqda gətirdiyi kimi burada da hakimiyyətə gətirmək istəyirdi. Digər xanlıqda gətirdiyi kimi burada da hakimiyyətə gətirmək istəyirdi. Soruşuram ki, o kimdir? O öz adamını hansı xanlıqda hakimiyyətə gətirmişdi? Baxın, biri var gətirməsi, baxın, məsələ nədir? Biri var gətirmək istədiyi, biri var gətirmişdi. Mən deyirəm gətirmişdi kimi. O da vergül, hə. Allah hadisi baxır, vergül olur. Amma xətim məğərb olan budur. Yəni hələ bir yaxşı formasını yazdığım. Görüm situasiya kimlər düz yazacaq. Mənimkinə baxın da mən yazmır. Bir baxacağım. Müəllimlər də baxardınızsa, adını Ay yazsınlar hamıya bir ehtimal. baxacağım. Ay Allah aman sən. Siz sayın görək. 27 sualdan sayın görün neçə düzünüz var. Mən bir situasiyaları baxaram. Hələ demirəm, narahat olmayın. Keçə bilərsiniz situasiyaları. Üçüncü sualı bir də oxuya bilərəmmi? Ona qarşı daxildə kimlər mübarizə aparırdı? Ona qarşı daxildə kimlər mübarizə aparırdı? Aleyküm salam. Belə uşaqlar. Mən bir dəqiqə Cavablara mən bax. açmamışdım. Nə yazdım? Neçənci sinifə kimi müstəqat işləmişsiniz? Birinci sinifin harca yanvar əncamdan pol işləmişsiniz. Biz yanvarda sonra müstəqat olur. Görüm düz cavab tapan var.
Mənsim. Bir düz yazmışsan. Bax uşaqlar, bir də oxuyun bax. Deyir, o da öz adamını digər xanlıqda gətirdiyi kimi burada da hakimiyyətə gətirmək istəyirdi. O kimdir? O öz adamını hansı xanlıqda hakimiyyətə gətirmişdi? Yenə deyirəm, səhv göstərdi, yox ha, konkret gətirmişdi. Bilə ki, ona qarşı daxildə kimlər mübarizə aparırdı. Yəni, ikinci sualda tutaq ki, məsələn, Məmməd xandırsa, Məmməd xan hansı xanlıqda hakimiyyət olur? Məsələn, Ucar xanlığında. Siz iki dənə tarixi keçirsiniz. Tarix iki dənə deyil, Azərbaycan tarixi iki dənə tarix nədir? Ceydi, Abceddə düşünün tarix. Nə düşür? Azərbaycan tarixinin tarixçisi də. Ayda, bu suallar tam elə yazan yoxdur. Bu nə deməkdir? Düz tapdı. Şahnaz, üçü də düzdür. Şahnaz, situasiyan tam düzdür. Sonra görüm sonra kimdən düz tapıb. Cavadova Aysun, üçüncü sualı qismət düz götürmək olar. Mənzim, üçüncü sualı düzdür. İki də düzdür. Birinciden ama sen iki düzüm var situasiyadan. İkisi düzdür. Bir başlayayım aşağıda yazanları. Hmm. Mən qaldım. Durna tam düzdür. Əli Tağızadə tam düzdür. Duyğu İskəndəri tam düzdür. Situasiyan. Sonra Ayşe Sultanova. Sən dedim düzdür. Tam yazdığın. Sonra Zavadova Aysun da düz o. Sultanova Aysun səndə də düzdür. Zavadova Aysun səndə də düzdür. Sonra situasiyadan. Yox, kitabda var məlumat. Şahnaz dedim düzdür. Məmmədova Şəbnəm. İkisi düzdür, birisi yox. Bir dənə situasiya deyəmsə düzdür. Zeynəb sən də tam düzdür. Faris sən də opşi səhvdir situasiya. Aygün Mehdiyeva situasiyan tam səhvdir. Sonra hə mənsin, belə olmalıydı, amma tabii ki keçdi. Yəni, bizim situasiyan səhv getdi sən. Hə, düzdür, elə olmalıydı. Gülnur sən də səhvdir situasiya təmiz. Uşaqlar, option dedim də, Ruslan səndə də ki, səndə də tam səhvdir. Belə, kimsə qaldı? Mən demədiniz axı, mən demədiniz. Mən demədiniz. Ayda yax, bir dəfə dedin, eşitdim. Mən Birinci səhvdir, ikinci səhvdir, demədim. üçüncü səhv. Demədin də, səhv yazmışsan. Dedim. Hamısını səhv yazmışam mənlə. Hə. Sonra necə mən? Üçü də düz Mən yazanı iki dənə dedim. baxmalısın. Fatimə, düzdür səndə hamısı. Tərminə mən. Salayeva Fatimə, səndə düzdür. Sonra Tərminə səndə yaxın. Sən at mənə, Tərminə sən yazalım. Mənim tapdım. Ben ikinciye Sadece- sonuncu dediğimi götürərsiniz də. Çünki iki dənə yazmışam. Nə vaxt deyəcəm. Zaten havuz iki dənə bir şey yazmışsınız situasiyada. Onu düzü götürürlərsin Feyruza. Səndə tam səhvdir Tərminə cavab. Ya üçüncü sual götürə bilər. Üçüncünü götürə bilər də yerləyən sözün. Amma yəni qalanlar tam səhvdir. Laman sən də dedim ki, uşaqlar daha heç nə də başqa cavab atmayıb. Evet, dediniz. Mən dəyişdirdim. Baxın Zaten bir bir dənə cavablar düzdür. götürməyəcəm. Yo, Asiya, sən də mənim dedin ki, sonradan cavab Asiya, demən sən də- baxın. Asiya səndə şey düzdür. İkinci düzdür. Üçüncü də düzdür. İkinci düzdür. Üçüncü düzdür. Birinci nə yazmışsan? Yox, birinci səhv. Belə. Şagan indi izahına baxaq. İzahına baxaq. Görək nədir sualın cavabı. Situasiyanı oxuyuram. Situasiya uşaqlar bu kitabda olan bir şey deyil. Bunu mən özümdən yazmışdım. Özümdən yazmışdım. Mən kitabda değildim. Deyir ki,
O xanlar, yox, xanlar öz aralarında danışıqlar apardılar. Hər biri məqbul bildiyini hakimiyyətə gətirmək istədi. O da öz adamını digər xanlıqda, o öz adamını digər xanlıqda gətirdiyi kimi burada da hakimiyyətə gətirmək istəyirdi. Uşaqlar soruşun ki, o kimdir? O, yəni bundan sonra cavabları üzrə saymıram, yazmayın. O İbrahim Xəlil xandır. İbrahim Xəlil xandır. İbrahim Xəlil xan. Hansı xan hakimiyyətə gətirmiş uşaqlar? Hakimiyyətə gətirmişdi deyir. Gətirdiyi Təbrizə Əsədullah bəydir. Təbrizə Əsədullah bəydir. Gətirməyə çalışırdı Naxçıvanda. Cavab İbrahim Xəlildir. İkincisi də Təbrizdə Əsədullah bəy. Əsədullah bəy də yazsaz düzdür. Təbrizdə yazsaz laf olardı. Çünki tam xanlıq soruşmuşam. Ona qarşı daxildə kimdən mübarizə vardı? Uşaqlar, əyanlar yazsaz düzdür, feodallar yazsaz düzdür, məlikçilər yazsaz daha yaxşı olar. Yəni düzdür, belə. Uşaqlar, situasiyanın belədir. İndi gəldik. Situasiyanı qiymətləndirdim, yəni dedim necədir. İndi necə olsa yarım bal verəcəm. Məsələn, burada İbrahim Xəlil xandır. Əgər yazsaz Qarabağ xanı falan, onda yarı bal verir. Amma tam belə olmaz. İbrahim Xəlil xan cavabıdır bu. Mənbə sualı idi. Yəni bu yox, mənbə sualı deyil. Özümdən mənbə tərtib elədim. Situasiyaya düşə bilər. Situasiya sualı, mənbə sualı deyil. Hə, uşaqlar, İbrahim Xəlil xan yazsaz cavab tam düz olacaqdır. Burada Təbrizdə və yaxud da Əsədullah bəy yazsaz, Əsədullah bəy yazsaz yarı bal verər. Təbrizdə yazsaz tam bal verəcək. Ona qarşı kimlər mübarizə aparırdı? Yenə deyirəm. Yerli əyan yazsaz, yerli əyanlar. Sonra separatçı qüvvələr. Bu halda düz qüvvə cavab olur. Separatçı qüvvə. Sonra yerli feodallar yazsaz, feodallar yazsaz. Məlikçilər yazsaz. Uşaqlar, bunların hamısına düz qəbul olunur. Bu halda sizin cavabınız düz qəbul olunur. Mənbə sualı deyildir. Belə, indi gəldik. Situasiyalar dedim. Digər 27 sualdan İrəvan da tabi edilmişdi, bəli abi, tabi edilmişdi. Gülnur, situasiyanı acil işləməyə ehtiyac yoxdur. Yəni, hansı, məsələn, çox müəllim situasiyanı dair testi aldırır. Mən isə onu aldırmayacağım, nədə işlətməyəcəm. Çünki mənə lazım deyil. Mənə lazımdır nə? Mövzunu öyrənin, situasiya tipini olsa mən sizə dərsdə izah edəcəm. İşləmək, yəni bunlar ötəlabi test işləməyin, lazım deyil, boş şeydir situasiyadan dair test işləmək. Çünki siz mövzunu, müqavilələri, illəri, hökmdaran görüşləri biləndən sonra mənə rahatlıqla yaza bilərsiniz. İndi gəldik. Situasiya daxil 30-30 düz olanlar kimlərdir? Durna, Fatimə. Salayeva Fatimə, sənsən? Bəli. Tamam. Durna və Salayeva Fatimə 30-30. Fatimə, sən ikinci qrupsan, üçüncü qrup? 3. Sənin situasiya tam düzeydə, düzdürmü? Bəli. Durna 30-30. Salayeva Fatimə 30-30. O nə fərqi var ki, ikinci qrupa kim deyir ki, özünə tartıb düşə bilməz. Yəni, nə var, necə düşürdüyün o məcbur deyil ki, düşə bilməz. Bir söhbət yoxdur. Sonra uşaqlar, 29-5 olanlar var. 29 olanlar. Zeynəb, səndə neçədir? 29. 29. Şərbaba Zeynəb. Situasiyanı düz edin də səndə. Bəli, tam. Tam düz edin də səndə 29. Səndə artıq 140 neçə bal iyi də. 146 bal çünki bir sual səhv olub. Sonra 28 və yaxud 28-5 düz olanlar. 28 düz olanlar. Müəllimi qaldıra bilmirəm buradan. Səndə neçə olub gəlir? 28. Əli Tağızadə. Əli, maşallah, yəni sən ən çox razı olduqlarından birisən. Yəni, Çox sağ ol. belə, yəni razıyam səndən hələ. Yəni, bilirəm, indi bundan axıra nətər olacağını, deri tərcənə düydən qurt çıxar. Yəni, indi sən bilirəm nətər olacaqsan, amma hələ ki, yəni 10-cu sinif olaraq 11-lə ayaqlaşırsan. Yəni, 10-cu sinif olaraq 11-lə ayaqlaşmaq, 11-lə sürət qrupunu oxumaq hər adamın başı üçündür. Həqiqətən sən oxuyursan. İnşallah dalını da belə yaparsan, səndən nəticə alacaq. Yəni, inşallah ki, sən gələnlərin yəni 400-dən 380 plusda olan namizədlərindən birisən. İnşallah ki, eləyəcəksən. Yəni, bu gedişlə, bu sınaqların nəticəsində olacaqsan. İnşallah mənim. İnşallah. 27 plus olanlar. 27 olanlar var. Barat. Barat. Adın nədir sən deyim? Çünki məndə Barat adlı uşaq yoxdur. Barat kimi məndə Barat adlı uşaq yoxdur. Mənəm. Mənəm deyirsən, mənəm sözünə təbirim sən kimsən abala.
Hə, mən qardaşımın adı ilə daxil olmuşam. Bildim, Bədəldə qardaşın adı Xumar. Xumar. Bəli, Ha, tamam. Soyadın nədir sənin? Bədəlova. Bədəlova Xumar. 27. Sonra Cansu Osmanlı. 27. Sonra Tərminə Namazova. Tərminə Namazova 27. Sonra Ayşe Sultanova. Ayşe Sultanova 27. Hicran Ağazadə idi də Hicran sən. Qasımzadə. Hicran Qasımzadə 27. Bir də ki Aygün Mehdiyeva 27. Aygün Mehdiyeva 27. Uşaqlar belə. Bunlardır. Yəni 27 plus olanlar dedim. Qalanlar da ki. Müəllim 24-dür. Bir də situasiyada İbrahim Xəlili yazmışdım əgər. Amma cavabı deməmişdən qabaq yazdım da düz götürsəz 25 olur. 25 olanlar da. Uşaqlar 26 yazanlar desin. Yaxşı 26 yazanlar da desin. Ama 26 pluslar atarım qrupa. 25 düşmür. 25'ten pluslar düşür. Təmin etsən də 27 kimi yazmışıq da 26-ya da yazarsan. Bir dənə o yandırmasaydım o xanlıqlarda 26-27 düzüm gəlir. 27-dən olurdu. Şəbnəm 26. Söz alır. 26 başqa yazan yoxdur. Belə tamam. 26 plus yazanlar. Yaxşı 25 yazanlar kimlər? 25 pluslar da deyil. Paylaşam statusa bir siyahını. Şahnaz. ...25. Sonra Fariz Asmov 25. Zəhra 25. Səbinə Səmədova 25. Sonra bir də Turan. Ay Turan yazam da yazamadı yaxşı. Turan. Soyadı sən nəyə Turan? Məmməd deyil də o da 25. Belə uşaqları yazdım. İndi qalanları da ki dərsi qoşarlar. Linki də zəynəsə eləyəcəm. Kaydını atacağım. Mövzu ilə ki evə verirəm nələri. Tamam, mövzunu evə verəcəm. Acılı qrupa yazdı. Hə, tamam. 27. Sən də əlavə edirəm orada 27 yazarım. Rus sən o qaldırmamısan da dərsək yuxarı. Mən nə bilim. Ayşe tamam ki adamızı qeyd eləyərəm. Bu əruzu qaldırmamışdı da mən nə bilim. Evə nə verirəm. Güzel şey deyib paylaşıram yaxşı. Dərsə baxsaq. Sabah dərsim yoxdur. Üçüncü gündə yoxdur. Üçüncü gün yox. Bir də dərsim mən üçüncü gündür. Üçüncü gün hadisəsinə düşür. 12 orada, 13 orada. 15-nə müəllim. 15'e. 15 April. Ayda ne yaxşı 3 günsə dərsim yoxdur. 15 April. 15 April'ə mövzularımız 51-ci paragrafdan uşaqlar. 51-ci paragrafdan. 56-cı paragraf daxil. Yəni o 56 yox uşaqlar, yox az da 56 idi. Bir də deyəcəm. 51 59 daxil. Çünki 3 gün vaxtımız var. 51-59 daxil verin. Uşaqlar qrupa yazarsınız da zəhmət olmaz. Azərbaycan təxmini 51-59 daxil. Biraz çox olmadı. Yox. İmtahan deyə bir aydan sonra. Müəllim kəndli saatlarını görüb qaçacaqlar. Həm test Bunlar olaraq kəndli. bəs.